OTK imtahanına salınmış sualın izahı ilə davam edirəm. 3 rəqəmli ABC üstü xətli ədədi verilib bizə. Bax, bu cəmin ən kiçik tam qiyməti bizdən istənilir. Yaxşı, bunu biraz böyüdək. Burada biz əvvəlcə bu kəsrləri toplamalıyıq. Yəni 14, 42, 28-i əkobunu tapmalıyıq. Əkob 14, 42 və 28. Əkoblarını tapanda da 3 ədədin əkobunu tapanda əvvəlcə 2 ədəd üçün əkob tapın. Sonra aldığınız qiymətlə tutaq ki, 42 üçün əkobu tapa bilərsiniz. Mən elə birbaşa yazdım ki, bunların əkobu 84-dür. Yaxşı. İndi biz elə ədəd tapmalıyıq ki, həmin ədəd 3 rəqəmli olsun. 84 olmasın, 84-ün 2 misli olsun. Niyə 2 misli? Çünki ən kiçik istəyir bizdən. Ona görə 2-yə vurmağımız kifayətdir ki, burada 3 rəqəmli ədəd alınsın. Deməli, ABC üstü xətli 3 rəqəmli ədədimiz 168 imiş. İndi aparıb burada yerinə qoyacam. 168-i bölürəm 14-ə, üstə gəl. 168-i bölürəm 42-yə, üstə gəl. 168-i bölürəm 28-ə. Bunu da hesablasam düzgün cavab 22 olar.